Dəyərlərini dərk edən qadın necə olar? Nələri edər, nələri etməz? Salamlayıram hər kəsi. Bugün sizlə öz dəyərini dərk edən qadın haqqında danışacağıq. Öz dəyərini dərk edən qadının enerjisi ilə bağlı fikirlər bölüşəcəyik. Özümüzə necə dəyər verə bilərik? Özümüzü qiymətli olduğumuzu necə görə bilərik? Bunu özümüzə necə aşlaya bilərik? Əslində hər birimiz dəyərliyik və qiymətliyik. Sadəcə çoxumuz bu dəyəri içimizdə gizlədirik. Sadəcə çoxumuz bu dəyəri üzə çıxara bilmirik. Mən istəyirəm ki, hər birimiz o dəyəri görək və o enerjidə olaq. Mən yaşam koçu Aynur İsmailova. Xanımlara öz dəyərini, özünə olan sevgini artırması üçün hər zaman dəstək olmağa çalışmışam. Bugün də sizlərə dəstək olmaq üçün bu webinarı sizə təqdim edirəm. Öz dəyərini dərk edən insanın enerjisi, öz dəyərini dərk edən xanımın enerjisi. Əziz xanımlar, mən çox arzu edirəm ki, hər birimiz əslində bu həyatda dəyərin nə olduğunun fərqində olaq. Dəyər deyəndə hər kəsin ağlına fərqli şeylər gəlir. İndi istəyirəm sizə sual verim. Sizcə öz dəyərini bilən xanım necə olmalıdır? Öz dəyərini görən, özünə dəyər verən xanım necə olmalıdır? Bunları bölüşün. Mən də sizə öz dəyərimizi necə görə bilərik, bu enerjidə necə ola bilərik, onları çatdırmaq üçün bugün müəyyən fikirlər bölüşəcəm. Cavablarınızı bölüşün. Öz dəyərini bilən xanım özünü sevməlidir. Bəli, özümüzü sevmək bizim üçün ön planda olmalıdır. Bəs özümüzü sevmək deyəndə nə anlayırıq? Bəzən elə olur ki, biz başqaları üçün çox çalışırıq, başqalarının istəklərini çox yerinə yetirməyə çalışırıq, başqalarını xoşbəxt etmək istəyirik. Başqaları deyərkən, yəni əzizlərimizi, sevdiyimiz insanları, doğmalarımızı məmnun etmək üçün, xoşbəxt etmək üçün, onları razı salmaq üçün əlimizdən gələnləri edirik. Bəs özümüz üçün nələr edirik? Bəs öz dəyərimizi özümüzə göstərmək üçün nələr edirik? Bunun üçün nələr edirsiniz? Özünüzü sevilən hiss etmək üçün özünüz üçün nələr etmisiniz? Bugün sual verin. Özünüzə deyin, mən özüm üçün nə etmişəm? Əgər bunu xatırlamırsansa, bugün özün üçün bir şey et. Elə burada bu webinarı dinlə. Çoxdan unutduğun bir şeyi özünə xatırlatmış olacaqsan. İnsan özünü görməli, özünə layiq olduğu dəyəri verməlidir. İndi isə gəlin bu dəyərin ilk addımı olaraq özümüzə yönələk. İndi isə məni dinləyin, dediklərimi edin. Dərin bir nəfəs alın. Yavaşca nəfəsinizi verin. Yenidən dərin bir nəfəs alın. Nəfəsinizi verin. Bir daha nəfəs alın. Nəfəsinizi verin. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Ümid edirəm yaxşısınız. Daha da yaxşı olmanız üçün nələr mümkün? İndi isə deyin. Mən dəyərliyəm. Özüm üçün buradayam.
Bu sizin özünüz üçün atdığınız bir addım oldu. Gəlin başlayaq. Mən bəzən seanslar edəndə, marafonlarda, xanımlarla ünsiyyətdə olanda xanımlardan soruşuram. Səncə sənin dəyərin nədən ibarətdir? Sənin dəyərin nədir? Sənin dəyərini göstərən nələr var? O zaman bir çox xanımlar bilmirəm deyirlər, bir çox xanımlar ümumiyyətlə cavab verə bilmirlər. Bir çox xanımlar da elə cavablar verirlər ki, sonradan özləri anlayırlar ki, bu verdiyi cavablar əslində bu sualın cavabı deyilmiş. İndi istəyirəm bu sualı sizə də verim. Sizcə, sizin dəyəriniz nədən ibarətdir? Öz dəyərinizi nədə görürsünüz? Bu sualı cavablayın. Mənim dəyərim insanlara kömək etməyimdir. Baxın, insanlara kömək etmək yaxşı bir şeydir əslində. Amma kömək etdiyinizə görə öz dəyərinizi ölçmək doğru deyil. İnsanlara kömək edən insan, bəli, yaxşı insandır. Amma biz insanlara kömək edə bilməyəndə də dəyərliyik. Bugün elə mənim sizə çatdırmaq istədiyim əsas mesaj budur. Biz uşaq vaxtımızdan belə formalaşmışıq ki, sən filan şeyi etsən, sən yaxşı olacaqsan. Sən bunu etsən, mən səni çox istəyəcəm. Sən bunu etsən, sən dəyərlisən. Və ona görə də bizim şuur altımızda bu fikir formalaşıb ki, mən kiməsə, nəsə etsəm dəyərli olacam. O insan mənə dəyər verəcək. Kimin üçünsə nəsə bir yaxşılıq mı etsəm, kiməsə hansısa faydanı versəm, o zaman dəyərli olacam. Kiminsə istəyini qarşılasam, kiminsə istədiyi kimi biri olsam, xüsusilə yaxınımızda olan valideynlər mi deyim, yaxın insanlar mı deyim, sevdiyimiz insanlar mı deyim, onların tələblərinə cavab versəm, o zaman dəyərli olacam. Bu sizcə nə dərəcədə doğrudur? Biz özümüzü başqalarının bizə qoyduğu dəyərə görə ölçməməliyik. Özümüzdə olan dəyəri kiminsə bizə verdiyi qiymətlə təyin etməməliyik. Biz elə özlüyümüzdə qiymətliyik. Biz var olduğumuz üçün dəyərliyik, qiymətliyik. Bunun fərqində olmaq lazımdır. Bəzən o qədər ətrafdan nələrsə baş verir ki, və xanımlar özüm deməyi unudurlar. Və hətta özüm deməyi günah kimi hiss edirlər. Bunu bir egoizm kimi qəbul etmiş olurlar. Bunu sanki sadəcə özünü düşünən biri kimi algılamış olurlar. Və bu da ətrafdan bizə aşılananlarla əlaqəli baş verir. Özünə dəyər vermək egoistlik deyil. Amma burada müəyyən məsələlər var ki, bəzən xanımlar onu da qarışdırırlar. Amma bunu da etməyək özümüzə. Yəni biz özümüzə dəyər veririksə də bunu etdikdə başqalarına da ziyan verməməliyik. Özümüzə dəyər vermək, özümüzü ön plana qoymağı bacarmaqdır. Özümüzün ehtiyaclarımızı görüb onları qarşılamaqdır. Amma bunu edərkən başqalarına da hörmətlə yanaşmaq, başqalarının da sərhədlərini pozmamaq. Buna da diqqət etmək lazımdır. Özünə dəyər vermək, özünü sevməkdir, özünü tanımaqdır. Bəs biz özümüzü yetərincə tanıyırıqmı? Öz istəklərimizi yetərincə bilirikmi? Bu sualı özünüzə verin. Siz özünüzü yetərincə tanıyırsınızmı? Özünüzlə bağlı nə sizin xoşunuza gəlir, nə zaman siz əsəbləşirsiniz, nə zaman üzülürsünüz, münasibətlərdə nələr istəyirsiniz, bunları bilirsinizmi? Misal üçün, mən bir dəfə bir sorğu keçirmişdim. Orada demişdim ki, siz ailə quracağınız insanı təsəvvür edin. Ailə quracağınız insanı təsvir edin. Necə bir insanla ailə qurmaq istəyirsiniz? Çox xanım bu suala cavab verməkdə çətinlik çəkdi. Çünki biz özümüzü yaxşı tanımayanda bu suala çətinliklə cavab verəcəyik. Biz bilməliyik ki, bizim hansı maraqlarımız, hansı dəyərlərimiz var və buna uyğun bir insanı da seçmək lazımdır.
ki o insan bizim dəyərlərimizə uyğun insan olsun. Bizim istəklərimizə qarşılıq verə bilsin. Bizim seçimlərimizə hörmətlə yanaşsın. Amma biz öz seçimimizi, istəyimizi bilməyəndə qarşımızdakı insanı da düzgün seçə bilməyəcək. Elə bu da bir seçimdir əslində. Və özünə dəyər verən insanın seçimi də daha düzgün seçim olur. Biz özümüzü tanımayanda, özümüzlə bağlı nələrisə bilməyəndə körtəbii olaraq biz biraz bizə xoş münasibət göstərən, biraz bizə qayğı göstərən bir insanı həyat yoldaşı kimi seçirik və zaman keçəndən sonra o beynimizdə canlandırdığımız müəyyən şeylər ki var, onları görmürük və deyirik ki, axı mən bu insanı belə bilmirdim. Çünki sən onun yalnız bir tərəfinə görə onu seçmisən, amma özünü görməyi bacarsan, özünü tanısan, ona uyğun bütün kriteriyaları özündə müəyyənləşdirə bilsən, o seçim etdiyin insanda da bunları axtara bilərsən və axtaranda bunlar onda olmayanda ondan uzaqlaşa bilərsən. Təbii ki, burada sevgi amili də vacib amildir. İnsan sadəcə məntiqi olaraq seçim etmir. Müəyyən qədər insanın xoşuna gələn, bəyəndiyi bir insan olmalıdır seçim etdiyi insan. Amma o bəyəndiyi insanda da özünə hörməti, özünə dəyəri görməyəndə, öz dəyərini aşağı salan nələrsə görəndə, o bəyənmək təhlikdə bəs eləmir. Yəni, kimisə bəyənirsiniz, bu sizin xoşunuza gəlir. Sonra isə baxırsınız ki, görək bu mənim seçimlərimə, istəklərimə, dəyərlərimə uyğun biridirmi? Mən bu insanla xoşbəxt ola biləcəmmi? Mən bu insanla ömür boyu birlikdə yaşaya biləcəmmi? Və bunu özünü tanıyan, öz dəyərini bilən insan daha düzgün qərarlaşdıra bilir. Amma bu olmayanda biz çox vaxt təəssüf olsun ki, yanlış seçimlər edə bilirik. Bəs dəyər nədir? Dəyər hissi kənardan gəlmir. Birinci bunu özümüzdə bilək. Çünki yenə də deyirəm, təəssüflər olsun ki, biz çoxumuz uşaqlıqdan belə yetişdirilmişik ki, düşünürük ki, dəyər kənardan gəlir. Kənardakı münasibətə görə biz öz dəyərimizi müəyyən eləmişik. Amma bunu bir dəfəlik beynimizdə saxlayaq ki, dəyər hissi kənardakı insanlara görə formalaşmamalıdır. Birinci biz bunu özümüzdə formalaşdırmalıyıq. Kənardan kiminsə bizi yaxşı insandır, kiminsə pis insandır deməyinə görə özümüzü elə qəbul etməyək. Biz özümüz yaxşı insan olaraq necə ola bilərik? Biz özümüz özünü sevən insan olaraq necə ola bilməliyik? Bunu özümüzdə formalaşdıraq və belə olanda ətrafdakıların dəyəri onsuz da özü bizə gələcəkdir. Həqiqi dəyər hissi sanki sakit bir inamdır, daxilində özünə olan güvəndir, özünə olan inamdır. Bunu özümüzdə formalaşdırmağa bacaraq. Kimsə səni tənqid etsə də, kimsə səninlə bağlı mənfi bir fikir bildirsə də, sən onların sözlərinə baxmayaraq özünə dəyərli deməyi bacarmalısan. Məsələn, bir təcrübə görmüşdüm. Nə etmişdi müəllim? Müəllim götürür bahalı böyük bir pul məbləğini, əlində götürür, göstərir ki, məsəl üçün bu nədir? Deyirlər puldur. Məsəl üçün tutalım ki, 500 manatlıq bir puldur. O pulu saxlayır, göstərir, deyir bu puldur. Sonra o pulu qırışdırır, deyir bu nədir? Deyir ki, yenə də puldur. Yəni ki, deyir bu pul öz dəyərini itirdi, deyir yox, itirmədi, bəli, bu yenə də puldur. Sonra o pulu götürür, atır yerə, yenə də deyir bu nədir? Deyir ki, bu puldur. Yəni yenə də bu dəyərlidir, deyir bu yerdə olduğuna görə bu öz dəyərini itirdi, deyir yox, itirmədi. Yəni ola bilər bəzən siz yıxıla da bilərsiniz, ola bilər kimsə sizi əzə də bilər, ola bilər kimsə sizi, bayaq dedim təhqir məsələsi, tənqid məsələsi, təhqir daha dərin bir şeydir. Tənqid də edə bilər və yaxud da sizin yaxşı olmağınıza baxmayaraq, öz baxışından baxaraq sizinlə bağlı olmadığınız fikirlər bildirə bilər. Siz yenə də dəyərli olduğunuzdan əksilməməlisiniz bunlara rəğmən. Çünki siz var olduğunuz üçün dəyərlisiniz. Biz var olduğumuz üçün dəyərliyik. Biz dünyaya gəlmiş bir insan olaraq dəyərliyik. Necə ki Allah bütün insanlara deyib ki, sən mənim yaratdığım ən dəyərli bir varlıqsan və bunun fərqində olaq. Kimsə bizə nəsə dediyinə görə o dəyərin
azaldığını düşünərək özümüzü incitməyək. Təəssüflər olsun ki, bir çoxumuz bunu yaşayırıq. Kimsə qəlbimizə toxunanda, kimsə bizi incidəndə, kimsə motivasiyamızı aşağı salanda özümüzə güvənimiz aşağı düşür, özümüzlə bağlı potensialımızı aşağı olduğunu düşünürük, etmək istədiklərimizi edə bilmirik, özümüzə güvənimiz aşağı düşür, addım ata bilmirik irəliyə doğru. Ona görə də o inam hissini, özgüvən hissini formalaşdırmaq lazımdır. Bunu etmək üçün də özümüzə yönəlməyi bacarmaq lazımdır. İndi mən sizə bir sual verəcəm. Bir kağız götürə bilərsiniz. Kağız olmasa elə bunu şifahi də deyə bilərsiniz və burada da yaza bilərsiniz. Kağıza yazmasanız burada da yaza bilərsiniz. Sizə bir sual verəcəm. Mən dəyərliyəm çünki. Bu çünkidən sonra 3 dənə cavab deyin mənə. Və burada verdiyiniz cavablar mən dəyərliyəm çünki mən varam. Mən varamın altını doldurun. 3 dənə mənə cavab yazın. Mən dəyərliyəm çünki o cavabları özünüzdə də qeyd edə bilərsiniz. Burada istəsəz rəy bölməsində də yaza bilərsiniz. Mənə də çox maraqlı olar. Mən də öz variantlarımı sizə deyəcəm ki, necə desəz daha doğru olar. Niyə bu sualı verirəm? Çünki mən dəyərliyəm. Onun davamında insanlar verdiyim cavabları belə deyirlər. Mən dəyərliyəm çünki mən filan şeyi bacarıram. Çünki mən filan işi görmüşəm. Çünki mənim bu peşəm var. Çünki mən, yəni başqa sözlər deyirlər. Özlərinin müəyyən hansısa qabiliyyətlərinə görə özlərini dəyərli görürlər və yaxud da kimlərinsə onları təriflədiyinə görə, kimlərinsə onların hansısa onlar üçün etdiyi nələrisə dəyərləndirdiyinə görə deyirlər ki, bəli, mən dəyərliyəm çünki bu. İndi mənə maraqlıdır görün, mən dəyərliyəm çünki mən varamın altında 3 cümlə siz nələri yaza biləcəksiniz bura? Yazın, rəylərdə yazın. Baxaq görək kimin verdiyi cavab daha gözəl olacaqdır. Gözəl cavab verənlərdən bir nəfərə mən xüsusi indirimdə edəcəm öz marafonumda. Aha. Mən dəyərliyəm çünki Allahın bir dənəsiyəm. Əla. Mən dəyərliyəm çünki məndən başqa yoxdur. Əla. Mən dəyərliyəm çünki mən ətrafıma, övladlarıma, ailəmə lazımlıyam. Çünki özümü çox sevirəm. Əla, çox gözəl. Mən dəyərliyəm çünki mən anayam, həyat yoldaşıyam. Bax, mən dediyim budur. Mən anayam, ona görə dəyərli deyiləm. Ana olmasam da dəyərliyəm. Həyat yoldaşı olmasam da dəyərliyəm. Bunlar da ətrafdan bizə dəyər qatandı. Onların gözündə biz dəyərliyik, çünki onların anasıyıq. Övladlarımın gözündə mən dəyərliyəm, çünki mən onların anasıyam. Həyat yoldaşımın gözündə mən dəyərliyəm, çünki mən onun sevdiyi həyat yoldaşıyam. Bəs özüm üçün mən niyə dəyərliyəm? Var olduğum üçün. Bunun altında nə yaza bilərsiniz? Sizə yenə də kömək edirəm. Əlavə versiyalarınız varsa da yazın 3 cümlə. Gəlin mən sizə öz cümlələrimi də deyim ki, bunları da özünüz üçün deyə bilərsiniz. Elə bunu burada yazdığınız burada qalmasın. Bu cümlələri hər xatırladıqda özünüzə deyə bilərsiniz. Özünüzə deyə bilərsiniz. Mən dəyərliyəm çünki mən sevgi dolu biriyəm. Baxın, bu dünyada ən gözəl şey sevgidir. Və siz özünüzə sevgi verə bilirsinizsə, başqalarına sevgi verə bilirsinizsə, çox dəyərlisiniz. Siz özünüzə sevgi verə biləndə o dəyəri həqiqətən görəcəksiniz. Bəli, mən varam. Mən sevgi dolu bir insanam. Mən dəyərliyəm. Çünki mən öz işığımla parlamağı bacarıram. O işıq mənə yaradandan gəlib. Əslində hər birimizin o işığımız var. Sadəcə biz onları sanki bastırırıq, sanki görmürük. Sanki başqaları bizə qoymur o işığı görməyə. Müəyyən şeylərlə bizim yetərli olmadığımız nələrisə bizdə qabartmaqla. Bir dəfə bir xanım var idi. Deyirdi ki, bəs həyat yoldaşıma öz sevgimi bildirirəm.
Həyat yoldaşım isə mənə sevgisini ancaq o vaxt bildirir ki, mən onun üçün nəsə edəndə, misal üçün gətirirəm onun paltarlarını yuyuram, ütülüyürəm, qoyuram, mənə deyir ki, mən səni sevirəm. Artıq burada sanki o iş gördüyü üçün onu sevir. Amma sevgi bu deyil axı. Elə özümüzə sevgi də elə olmalıdır, şərtli olmalı deyil. Yəni bu zaman bəylər də bunu etməsin, xanımlar da bunu etməsin. Bu zaman o xanımda beyində o düşüncə yaranır ki, mən onun işlərini görürəm deyə o məni sevir. Amma biz kimisə sevəndə, ilk sevəndə həqiqi sevgidən söhbət gedir. O bizə nəsə iş görüb deyə onu sevmirik axı. Bəyənirik, xoşumuza gəlir və içimizdə ona qarşı duyğular yaranır və deyirik ki, mən filan kəsi sevirəm. Hansısa özəlliyinə görə, hansısa xarakterinə görə biz onu öz qəlbimizdə bəyəndiyimiz bir rol kimi görürük və onu bəyənirik. Və yaxud da deyir ki, mən gəlirdim onun üçün hansısa sevdiyi yeməyi bişirirdim. Onda mənə deyirdi ki, səni sevirəm. Yəni əzizlərinizə səni sevirəm sözünü yalnız sizə hansısa faydanı verəndə deməyin. Durduğunuz yerdə də deyin bunu. Mən səni sevirəm çünki sən mənim həyatımda varsan. Bax, həyat yoldaşınıza, sevgilinizə bu formada sevginizi etiraf edin. Və özünüzə də bu formada deyin. Mən səni sevirəm çünki elə sən bu həyatda varsan. Yoxsa ona bu işi gördün deyə, müəllimsən deyə, indi mən müəlliməm də, müəllimsən deyə sən dəyərlisən, anasan deyə sən dəyərlisən. Yəni bu başqalarının bizə verdiyi dəyərə görə özümüzü dəyərləndirməkdir. Təbii ki, bunlar da öz yerində bizim dəyərimizə əlavə dəyər qatır. Amma kiminsə peşəsi yoxdur. Deməli o dəyərli deyil. Kimsə ana deyil, deməli o dəyərli deyil. Kiminsə bacardığı hansısa yüksək qabiliyyətlər yoxdur, deməli o dəyərli deyil. Və əvvəldə də dediyim kimi, yaradanın var etdiyi ülvi varlıqdır insan. Elə biz olduğumuz üçün də dəyərliyik. Cavablarınıza baxın. Mən dəyərliyəm, çünki mən bacarıqlıyam. Yenə eyni şeyi deyirsiniz. Bacarıqlı olduğumuz bizim əlavə dəyərimizdir. Bacarığı olmayanlar da dəyərlidir. Bax, eyni variantların davamını yazdınız burada. Mənim sizə çatdırmaq istədiyim budur. Hansısa keyfiyyətlərimizə görə yox, hansısa bacarıqlarımıza görə yox. Sadəcə insan olduğumuz üçün də biz dəyərliyik. O bacarıqlar, o keyfiyyətlər isə bizim qazandığımız, bizim özümüzü inkişaf etdirdiyimiz, bizim özümüzdə formalaşdırdığımız müəyyən şeylərdir ki, bəli, o da bizim dəyərimizə daha çox dəyər qatır. İnsanlara daha çox faydalı ola bilirik bununla. Özümüzə daha çox faydalı ola bilirik bunları öyrənməklə, bunları bacarmaqla. Amma bunlar olmayan insanlar da dəyərlidir. Bunu mən sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, bundan sonra artıq dəyər anlayışınızı yeni bir mənaya sala biləcəksiniz. Enerjinizi bu yöndə formalaşdıra biləcəksiniz. Başqalarının verdiyi dəyərdən asılı olaraq yox. Sadəcə var olduğunuz üçün dəyərli olduğunuzun fərqində olacaqsınız. Əsas mənim bugün sizə çatdırmaq istədiyim budur. Təbii ki, o dəyərlər də öz yerində. Mən kifayətəm. Hər halımla kifayətəm. Mən özümü olduğum kimi qəbul edirəm. Və olduğum kimi qəbul edirəm demək, o demək deyil ki, mən hansısa səhvlərim varsa da onu eləcə də saxlayacağam. Bizim hansısa səhvlərimiz bizə ziyan vurursa, başqalarına ziyan vurursa da, biz əvvəl onları qəbul edib görməyimiz lazımdır. Və sonra isə dəyərli olduğumuz üçün, dəyərli olduğumuzu bildiyimiz üçün, o bizə ziyan vuran nələr varsa da, onları aradan qaldırmaq üçün addımlar atacaq və bu da bizim özümüzə verdiyimiz dəyərdir. Əgər mən dəyərliyəmsə də, niyə mənə ziyan verən şeyləri özüm üçün edim? Baxın, bu da dəyər anlayışıdır. Mən dəyərliyəm, ona görə də özümə ziyan verən şeyləri özüm üçün etmirəm. Mən dəyərliyəm, çünki özümü xoşbəxt görmək istəyirəm. Çünki mən o zaman, o mənə faydalı olmayan, məni öz gözümdə aşağı salan, nələr varsa da, məni incidən, qəlbimi yoran, mənə üzüntü verən, mənə əsəb verən nələr varsa da, onları həyatımdan çıxartmağı da bacarmalıyam. Bunlara diqqət etmək lazımdır. Mən istəyirəm indi sizə bir meditasiya elətdirim. Yəni, birlikdə bir meditasiya edək. Və bu meditasiya ilə siz öz enerjinizi dəyərli qadın enerjisinə çevirəsiniz.
baxıram ki, məsəl üçün müəyyən şeylər var ki, onları siz özünüzdə aşılaya bilmirsiniz. Bu sizə çətin gəlir. Bunu mən seanslar edəndə də görürəm xanımlarda, marafonlar edəndə də görürəm. Bəzən olur, müəyyən söhbətlər olur, orada da görürəm ki, nə qədər orada kitablar oxusa da, nə qədər müəyyən vebinarlara qulaq assa da, çətinlik çəkir yenə də bu dəyər anlayışını özündə tam formalaşdırmaqda. Amma bəzən biz müəyyən meditasiyalar edəndə bu bizim şuur altımıza müəyyən qədər realda, məntiqli vaxtımızda, şuurlu vaxtımızda təsir etmədiyindən daha artıq təsir edə bilir. Bugün mənim sizə etdiyim bu webinar hər tərəfli sizin dəyərli olmağınızı özünüzdə aşılamağınız üçündür, o enerjiyə keçməyiniz üçündür. Və istəyirəm kiçik bir meditasiya da edim ki, şuurlu şəkildə edə bilmədiyinizi şuur altınızla özünüzə aşılaya biləsiniz. İlk cücərtini, ilk toxumu deyək, o şuur altınıza ata biləsiniz ki, bunun davamı da sizin üçün daha çox dəyər anlayışınızı özünüzə formalaşdırmanıza bir yol olsun. İndi isə rahat olacağınız bir yerə keçin. Mən sizə bir dəqiqə vaxt verirəm. Bu xüsusi çalışmanı indi birlikdə edəcəyik və bu sizin üçün çox gözəl olacaq. Öz dəyərinizi həm şuurlu, həm şuur altı yüksəltmiş olacaqsınız bu çalışmayla. Aha. Hazır olanlar plus koysun. Oğlum gel burada mənə söz deyirdi. Ona cevap verirdim. Əla. Rahat olacağınız bir yerde oturursunuz. Aha. Gözlerinizi yumun. Dəyərli mən meditasiyası edəcəyik. Qiymətli mən meditasiyası. Dərin nəfəs al və nəfəsini burax. Təsəvvür et ki, başının üstündə yumşaq, qızılı bir işıq axmağa başlayır. Bu işıq çox sakit, amma güclü bir işıqdır. O işıq sənə öz dəyərini xatırlatmaq üçün axacaq. İndi isə bu qızılı işığın çiynindən sinənə doğru axdığını hiss et. Ürəyinin üzərində yumşaq bir işıq dairəsi yaranmağa başlayır. Əlini ürəyinə qoy, o işığı hiss et. Ürəyində işıq selini qəbul et. Dərin bir nəfəs al. Nəfəsini ver. Sən nəfəs aldıqca o işıq dairəsi böyüməyə başlayır. İşıq sənin ürəyindən ətrafa doğru yayılmağa başlayır. O işıq bütün bədəninə yayılır, bütün bədənini əhatə edir. Bu sənin dəyərli olduğunu sənə göstərən bir işıqdır. İndi isə sakitcə, pıçıltıyla özünə de. Mən dəyərliyəm. Mən hər halımla yetərliyəm. Mən öz işığımla parlamağı bacarıram.
Hiss et ki, hər bir hüceyrən bu sözləri qəbul edir. Ruhun yüngülləşir, bədənin rahatlayır. Bu sanki sənin həyatın boyu gözlədiyin bir təsdiq idi. Başqalarından almaq istədiyin, ala bilmədin. Əslində hər zaman özünə verməli olduğun bir təsdiq. Sən dəyərlisən. Bunu bilirdin, indi xatırladın. Sən dəyərlisən. Qızıl işıq bütün bədənini bürüyür. Bu sənin qiymətli mən işığındır. Bu sənin dəyərli mən işığındır. O işığı hiss et. O işığı qəbul et. Bu işığın enerjisini hiss et və yadda saxla. Bu sənin özünü dəyərli görməyinin bir işığıdır. Hər an bu işıq səninlə olacaq. Bunu hər an xatırlayarsan. Dəyərli olmağının enerjisi hər zaman səninlə olsun. Dərin bir nəfəs al. İşığı nəfəsində duy. Nəfəsini ver. Ətrafında, daxilində sadəcə işıqlı enerjini duy və özünə olan dəyərin qəbulu kimi bunu gör. Yenidən əllərini sinənə qoy və sakitcə de. Mən dəyərli olduğumu bilirəm. Dəyərli olduğumu hiss etdim. Məni dəyərli yaratdığı üçün Allahıma təşəkkür edirəm. Hər zaman dəyərli olduğumu biləcəm. Mən olduğum halımla dəyərliyəm. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm. Gözlərinizi aça bilərsiniz. Necəsiz? Necə keçdi? Özünüzü necə hiss edirsiniz? O dəyəri, o duyğunu, o enerjini görə bildinizmi? Ümid edirəm yaxşısınız və bu enerjidə hər zaman qalmağı bacarın. Nə vaxt ki, kimlərsə xətrinizə dəydi, nə vaxt ki, sizi üzən bir şeylər oldu, nə vaxt ki, nəyisə əsəbləşdiniz, o zaman bu işığı xatırlayın və sadəcə sakitcə özünüzə deyin. Mən dəyərliyəm. Dəyərli olduğumu xatırladım. Bu qədər sizin enerjinizin dəyişməyinə bu bəs edəcək. Təbii ki, biz insanıq, bəzən yorğun da hiss edəcəyik özümüzü, bəzən üzülə də biləcəyik, bəzən bizdən asılı olmayan səbəblərdən nələrsə yaşaya biləcəyik, kimlərsə bizə qarşı layiq olmadığımız davranışlar edəcək. Bunlara rəğmən biz dəyərliyik. O zaman yenə də bu işığı xatırlayın və mən dəyərli olduğumu xatırladım deyin və enerjinizi dəyişin. Bu sizin üçün bir inanç qəlbi oldu və bu sizin şuur altınızda bir toxum oldu. Bu toxum sizin şuur altınızda artıq əkildi. Əziz xanımlar, düşünürəm ki, siz bugündən sonra öz dəyərinizin daha çox fərqində olacaqsınız. Heç kəsdən, heç nədən asılı olmayaraq öz dəyərinizi görəcəksiniz. Mən sizə öz dəyərinizi daha çox bilməyiniz üçün, öz dəyərinizi daha çox artıra bilməyiniz üçün xüsusi bir marafon təklif edirəm. Bu marafon qiymətli mən marafonudur. Qarşıdan Zəfər günü gəlir. Zəfər günü münasibəti ilə bu marafonun 3 gününü mən xanımlara hədiyyə edirəm. Marafonda siz nələr əldə edəcəksiniz? Öz sevginizi artırmaq, özünüzə olan güvəninizi artırmaq, özünüzə dəyər verməyi daha çox yerinə yetirmək üçün gözəl çalışmalarımız olacaq, meditasiyalarımız olacaq, olumlamalarımız olacaq, xüsusi texnikalarımız olacaq. Bunları siz ardıcıl olaraq, müəyyən ardıcıl qanuna uyğunluqlarla, yəni bir-birindən əlaqəli olaraq birlikdə etmiş olacaqsınız. 11 günlük bir marafondur.
Hər günün öz çalışmaları olacaq, öz səs yazıları olacaq. Bu marafon WhatsApp qrupunda keçiriləcək və hər gün mən sizə edəcəklərinizlə bağlı səs yazıları yollayacağam. Bu səs yazılarında siz o günə uyğun olan, lazım olanları əvvəlcə dinləyəcəksiniz və sonra isə bir gün ərzində bunları tətbiq edəcəksiniz. Yəni, bir günün çalışmalarını 24 saat ərzində siz uyğun vaxtda dinləyirsiniz və tətbiq edirsiniz. Beləliklə, 11 gün siz öz üzərinizdə işləmiş olacaqsınız. 11 gün siz öz potensialınızı üzə çıxarmaq üçün, 11 gün siz özünüzlə bağlı daha çox dəyərinizi görə bilməyiniz üçün, ertələməyiniz varsa da, nələrsə sonraya saxlamağınız varsa da, bunları aradan qaldırmaq üçün, özünüzə daha çox sevgi göstərmək üçün və bir çox sahələrdə uğurlu olmaq üçün, münasibətlərdə, işdə, karyerada, bolluq bərəkətlə bağlı bir çox sahələrdə uğurlu olmağınız üçün siz burada müəyyən çalışmalar edəcəksiniz və bu çalışmalar sizin üçün o dəyər anlayışınızı artıracağınız ilk addımlar olacaqdır və bu marafondan sonra siz əvvəlki siz olmayacaqsınız. Burada çox gözəl çalışmalar var. Həm praktik çalışmalar var, həm xüsusi meditasiyalar var, həm kiçik edə biləcəyiniz müəyyən şeylər var, həm sual çalışmaları var və bunları etmək, bunları ardıcıl və nizamlı şəkildə etmək sizin enerjinizi dəyişdirəcək, sizin özünüzə olan münasibətinizi dəyişdirəcək. Ona görə də çalışın, bu fürsəti dəyərləndirin. Bu 11 günlük marafondur, amma 3 gün mənim sizə hədiyyəmdir. 3 gün iştirak eləyə bilərsiniz, baxarsınız, görərsiniz. Əgər bu sizə uyğundursa, davamını edə bilərsiniz. Uyğun olmasa, sevgi ilə ayrıla bilərsiniz. Əziz xanımlar, bugün burada mənimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Sizə hər zaman öz dəyərinizi görməyinizi diləyirəm. Bilin ki, heç kəsdən, heç nədən asılı olmayaraq, siz hər zaman dəyərlisiniz. Bacarıqlarınızdan asılı olmayaraq, kimisə sizə dediyi sözlərdən asılı olmayaraq, bəzən özünüzü pis hiss etsəz belə, yetərsiz hiss etsəz belə, nədəsə uğurlu olmasaz belə, nədəsə səhv etsəz belə, yanılsaz belə, yenə də dəyərlisiniz. Bunların hər biri sizin üçün əslində bir təcrübədir. Biz insanıq, biz ideal deyilik, biz hər şeyi bacara bilmərik, biz hər şeydə mükəmməl ola bilmərik, amma özümüzdə o dəyəri görməyimiz üçün nələrdə uğursuzluqsa da növbəti dəfə uğurlu olmaq üçün addım atacağıq. Hansı istəklərimiz varsa da o istəyimizi çatmaq üçün addımlar atacağıq. Məqsədimizə çatmaq üçün addımlar atacağıq və bunları etmək, elə bunların özü də bizim özümüzə verdiyimiz dəyərdir. Necə ki biz hansısa insanları sevirik və onları xoşbəxt etmək üçün hər zaman onların könlünü oxşamağa çalışırıq. Xüsusilə də sevdiyimiz insanlarla bağlı, məsəl üçün dostlarımız, övladlarımız, valideynlərimiz, həyat yoldaşımız, sevgilimiz və s. Onlar üçün, çünki onlar bizim üçün dəyərlidir. Onlar üçün nələrsə edirik və onlara etdiyiniz kimi özünüzü də dəyərli görün və öz dəyərinizi də özünüzə göstərmək üçün nələrsə edin. Necə ki biz sevdiyimiz insanlara öz sevgimizi sübut edirik ki, bax mən səni sevirəm, sənin üçün bunu etdim. Mən səni sevirəm deyə sənə qarşı belə davrandım. Bax özünüzə də elə davranın. Özünüzə də dəyər vermək üçün özünüzə bayaq dedim. Ziyan verən nələr varsa da onları aradan qaldırın. Sizə faydalı olan, sizi xoşbəxt edən, yüzünüzü güldürən nələr varsa da onları özünüz üçün edin. Elə bugün özünüz üçün bir şey edin. Sizə bir sual vermişdim. Özünüz üçün ən son nə etdiniz? Bax, bugün özünüz üçün bir şey edin. Necə ki, əslində bugün özünüz üçün bir şey etdiniz, bu webinarı dinlədiniz. Davamı olaraq da özünüz üçün bir şey edin, marafona qoşulun və marafonda sizə verdiyim çalışmaları edin. Baxın, görün necə dəyişim olacaq sizlərdə. Bugün məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Öz dəyərinizi ucaltmaq üçün, özünüzə dəyər vermək üçün, ilk addımı atdığınız üçün sizi təbrik edirəm. Bugün biz birlikdə qəlbimizdə dəyərin ilk toxumunu əkdik. İlk cücərtisi üçün
bir addım atmış olduq və bu toxumun daha da çox cücərməsi üçün, daha böyük çiçək, daha böyük meyvə olması üçün biz onu bəsləməliyik. Elə marafon sizin üçün ilk addım olsun ki, o toxumun cücərməsi üçün onu sulamış olacaqsınız öz sevginizlə, öz əməyinizlə, məsuliyyətinizlə və sonrakı addımlar da sizin dəyərinizi daha da artıracaq. Hər birinizə uğurlar arzulayıram. Burada nə yazmısınız? Çox gözəl, minnətdaram. Təşəkkür eləyirəm dəyəriniz üçün. Meditasiyanı edənlər düşünürəm ki, artıq o enerjini hiss elədilər və daha çoxunu da marafonda hiss edəcəksiniz. Marafona qoşulun və dəyərinizi daha çox görün. O unutduğunuz dəyərinizi özünüzə xatırladın və görün. Hər birinizə öz sevgimi göndərirəm. Mən də dəyərliyəm. Bugün burada birlikdə məni dinləyən hər kəs də dəyərlidir. Sizə bu webinarı verdiyim üçün dəyərliyəm deyərdim, amma bu webinarı verə bilməsəm də mən dəyərliyəm. Amma bu webinarı sizə verdim deyə düşünürəm ki, sizin üçün dəyərli oldum. Başqaları üçün dəyərli olmaq da mənim üçün özümü daha çox xoşbəxt olmağım deməkdir. Sizə webinar verməyim mənim özümü xoşbəxt etməyim demək idi. Demək ki, mən bunu həm də özüm üçün etdim. Çünki mən içimdən gəlməyən heç bir şey etmirəm. Və bu mənim içimdən gəldi. İstədim ki, insanların daha çox özünə dəyər verməyinə mən də bir yol olmuş olum. Bu webinarı niyə verdim? Bu marafonu yenidən niyə keçirdirəm, hədiyyə edirəm? Mən sorğu keçirmişdim bir neçə gün bundan qabaq ki, sizə necə faydalı olmuşam. Mən artıq neçə ildir ki, artıq 5 ilə yaxındır ki, yaşam koç kimi fəaliyyət göstərirəm. Ən çox xanımlarla işləyirəm, marafonları xanımlarla edirəm. Və bir çox sahələrdə, bir çox mövzularda mənim marafonlarım var. Bəli, xanımlara seanslar da edirəm, amma daha çox xanımlara marafonlar edirəm ki, büdcəsi seans almağa yetməyən xanımlar da özləri ilə bağlı dəyişimlər etsinlər və həyatlarını yaxşılaşdırsınlar. Və mən sual vermişdim ki, sizə necə faydalı olmuşam? Xanımlardan ən çox aldığım cavab oldu ki, siz mənim özümü sevməyimə faydalı oldunuz, özümə dəyər verməyimə faydalı oldunuz, siz mənim özümə güvənimi qaytarmağıma faydalı oldunuz, özümü görməyimə faydalı oldunuz, özümü inkişaf etdirməyimə faydalı oldunuz. Yəni daha çox mən anladım ki, xanımlara öz dəyərlərini artırmaq üçün faydalı olmuşam. Və bu məni çox sevindirdi və bunu daha çox etmək istədim. Mən onsuz da daha çox vaxt elədikcə marafonlar edirəm. Amma bu sorğudan sonra sırf bu mövzuda olan webinarımı etdim sizə və bu mövzuda olan marafonumu yenidən xanımlara hədiyyə etdim ki, daha çox insanlara bu yönümdə faydalı olun. Necə ki, marafonlarımda iştirak edən xanımlar mənə geri dönüş olaraq bildirdilər ki, sən bizə daha çox öz sevgimizi artırmaq üçün faydalı oldun. Mən özümü görməyən, özümə güvənməyən bir xanım idim. Öz güvənimi özümə qaytarmağım üçün faydalı oldun. Daha çox özümə daha dəyər verməyim üçün faydalı oldun. Özümü ön plana qoymağı bacarmağımda faydalı oldun. Bu xanımlardan mənə gələn geri dönüşlər idi. Və dedim ki, əgər mən xanımlara bu sahədə daha çox faydalı oluramsa da, niyə də bunu yenidən edib daha çox artırmayım? Və bu məni də xoşbəxt edəcək, yeni marafona qoşulan xanımları da xoşbəxt edəcək. Və onların öz dəyərini görməkləri də, onların işıq saçmaqları da, insanlığa da daha çox faydalı olacaq. Necə ki, bir xanım xoşbəxt olarsa, bir xanım özündən məmnun olarsa, özünü daha yaxşı tanıyarsa, özünü görməyi bacararsa, onun işığı ətrafında olan bütün insanlara yansıyacaq. Bu onun valideynlərinə də yansıyacaq, övladlarına da yansıyacaq, həyat yoldaşına da yansıyacaq. Bir xoşbəxt xanım demək, onun 10 qat artığı xoşbəxt insan deməkdir. Mən də bunu yaymaq istədim. Elə ona görə də bu işə davam etməyə qərar verdim və bu işi daha çox etməyə qərar verdim. Mənim bir çox mövzularda marafonlarım var. Onları da yenə edəcəm.
Amma bu sahədə daha çox işlər görəcəm. Münasibətlərlə bağlı da mənim vebinarlarım olur, müəyyən marafonlarım olur. Həm də mən münasibət koçuyam. Bu mövzuda da mənə müraciətlər çox olur. Bunu da davam etdirəcəm. Amma daha çox xanımların özünə dəyər verməyi üçün çalışacağam və elə onlar özlərinə dəyər verəndə münasibətlər də yaxşılaşacaqdır. Bir daha hər birinizə uğurlar arzulayıram. Sağ olun, sevgi ilə qalın. Hər birinizi marafonda gözləyirəm. Marafona qoşulmaq istəyənlər bu videonun rəy bölməsində mən dəyərliyəm yazsın. Marafonun qeydiyyat qrupunu sizlə paylaşacağım və siz marafonda 3 gün hədiyyə olaraq, ödənişsiz olaraq iştirak edə biləcəksiniz. Sevgilər. Dəyərlisiniz, bunu unutmayın əziz xanımlar. Elə mən də.